Allahım öndə 10 günlük gəlir, o 10 günlük yaşamaq tövfiqini bizə nəsib elə. İlahi o 10 günlükdə İmam Hüseyn əleyhissalamın həqiqi zəvvarlarından olmağı bizə nəsib elə. İlahi bizi Hüseynindən ayrı salma. İlahi bizi Əhl-i Beytdən və Qurandan ayrı salma. İlahi nəslimizdə Əhl-i Beyt düşmənini sevən insanlar qərar vermə. İlahi bi haqq Fatimə günahlarımızdan əfvi qələm çək. Allah bağışlanmamış biz bu dünyadan aparma. İmanla yaşayıb, izzətlə bu dünyadan köçməyi bizə nəsib elə. İlahi o kəslər ki, məndən xəbər göndəriblər, dua istəyiblər, qardaşlarım, bacılarım, olan dualarını onlardan qəbul et. Ya Rəbbəl aləmin, ekran qarşısına əyləşənlər var. Onlar da əllərini sənin dərgahına qaldırıblar. İlahi, olan nə hacətləri var sən bilirsən. Olan hacətlərini onlardan qəbul elə. İlahi, xəstələrimizə tezindən şifa-i acil nayət elə, övladı olmayanlara övlad nəsib elə, subaylarımıza gözəl ailə nəsib elə, ailə müşkülanların müşkülərini tezindən həll elə, borcu olanların borclarını verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə, işsiz qardaşlarımıza iş nəsib elə. İlahi, şəhidlərimizi Kərbəla şəhidlərindən məhşur elə, onların övladları, yaxınları, ailələri, qəlblərini hüzur və aramlıq nazil elə inşallah.